Zəfər Cabbarlı küçəsi, Kaspian Plaza o istiqamətdə yerləşir. Nizami metrosu da bu istiqamətdə. Giriş etdi. Az öncə qeyd etdiyimiz ofisə yararlı olan mənzilin daxilinə gördüyünüz kimi səliqəli təmirli vəziyyətdədir. Tavan hündürlüyü 5.30 təşkil edir. Döşəmə parketdir və bura 5 otaqdan biri. Bu otaqlara 4 pəncərə düşür və bu hissədən də eyvana çıxış mümkündür. Gördüyünüz kimi az öncə çəkiliş elədiyim istiqamət oradır. Zəfər Cabbarlı küçəsi, Kaspian Plaza o istiqamətdə yerləşir. Nizami metrosu da bu istiqamətdə. Gördüyünüz burada nəzərdə tutulan ikinci otaq şüşə ara kəsmə ilə bölünüb. 2 pəncərə bu otağa düşür. Bu gördüyünüz ofisin isitmə sistemi kombidir. Bu hissədə hol kimi nəzərdə tutulub. Buranın da eyvana çıxışı var. Eyni qaydada Zəfər Cabbarlı küçəsinə görüntüsü var. Bu gördüyünüz ofisin 2 giriş qapısı var. Blokdandır. Bura bir giriş qapısı, diğeri də mətbəxə yaxın olan giriş qapısıdır. Sanuzel təmirli, səliqəli vəziyyətdədir. Bura 3-cü otaq. Burada eyni qaydada səliqəli vəziyyətdədir. Pəncərəsi var və o hissədə eyni qaydada eyvana çıxış var. Burada 4-cü otaq. Buranın da pəncərəsi var. Dəhliz hissəsindən sağ tərəfdə 5-ci otaq yerləşir. Və buranın da eyvanı mövcuddur. Balababa Mecirov küçəsinə baxır. Və dəhliz hissəsinin sol tərəfində qardırob üçün nəzərdə tutulan dolablar quraşdırılır. Bu az öncə qeyd etdiyimiz ikinci giriş qapısıdır. Və burada mətbəx. Buranın da özünə məxsus pəncərəsi var. Gördüyünüz bu ofisi icarəyə götürmək istəyən hər bir şəxs Rus sitəsindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.